Salam əziz 6-cı sinif şagirdlərim. Bu videoda mən sizinlə 6-cı sinif dərsliyindən dəyişənlik ifadələrin sadələşdirilməsi mövzusuna baxıram. Gəlin başlayaq mövzunun izahından. Dəyişənlik ifadələrin sadələşdirilməsi mövzusunda belə bir araşdırma var. Gəlin diqqət edək. Dolçada 2 litr süd var. Dolçaya əvvəlcə 1 stəkan süd əlavə edildi, sonra oradan 2 stəkan süd götürüldü. Stəkanın tutumu m litr olarsa, dolçada nə qədər süd qaldı? Bunu riyazi ifadə ilə necə yazmaq olar? Gəlin diqqətlə baxaq. Dolçada 2 litr süd var. Dolçaya əvvəlcə 1 stəkan süd əlavə edildi. Və bizə stəkanın da tutumunu verib ki, m litr. Yəni bir stəkanda m litr süd var. Deməli, əvvəlcə yazırıq ki, 2 üstəgəl. Çünki dolçada 2 litr süd var idi. Dolçaya 1 stəkan süd əlavə ediləndə yazırıq 2 üstəgəl m. M burada 1 stəkan südü göstərir. Sonra oradan 2 stəkan süd götürüldü. Bu dəfə çıxmalıyıq. Çünki götürüldü. 2 stəkan olduğu üçün çıxılsın 2m yazılır. Çünki 1 stəkan süd m-ə bərabərdir. Və bizdən soruşur ki, dolçada nə qədər su qaldı? Süd qaldı. Bunu riyazi ifadə necə yazmaq olar? Baxın, görürsünüz. 2 litr süd var idi. 1 stəkan, yəni m litr süd əlavə etdik və 2 stəkan süd götürdük. Yəni 2m litr süd götürdük. Nə qədər qaldı? Bax, bu ifadənin köməyi ilə biz bunu yaza bilərik. Və sadələşdirə də bilərik uşaqlar. M çıxılsın 2m. M-in əmsalı 1. 1m-dən 2m çıxır. Elə ki, 1-dən 2-nə çıxır. Bu da bize verir 2 çıxılsın m. Çünkü m çıxılsın 2m'də ortak vuruq m'dir. M mötərizə xaricinə çıxır. M'in əmsalı 1 olduğu üçün 1 çıxılsın 2 m şəklinə düşür və bu da bərabər olur. Bu da beraber olur mənfi m-ə. Ona göre de bizim ifademiz bak bu şekilde olur. 2 çıxılsın m. Devam edelim uşaqlar. Oxşar toplananların islahı. Oxşar toplananlar və onların islahı. Baxaq görək oxşar toplananlar nədir? Dəyişəni olan ifadədə eyni toplananlara və ya yalnız əmsalı ilə fərqlənən toplananlara oxşar toplananlar deyilir. Diqqətlə fikir verin ifadəyə. 2x üstəgəl mənfi 5x. Yalnız əmsalları ilə fərqlənir. 2x da əmsal 2-dir, mənfi 5x da əmsal mənfi 5-dir. Dəyişənlik hissəsi eynidir, hər ikisində x yazılıb, amma əmsalları fərqlidir. Bax, bu cür toplananlara oxşar toplananlar deyilir. Və ifadədə əgər oxşar toplananlar varsa, onların cəmini bir toplananla əvəz etmək olur. Buna da oxşar toplananların islahı deyilir. Diqqətlə fikir verin uşaqlar. Bax, burada təsvir ilə göstəriblər. 2x üstəgəl mənfi 5x üstəgəl 1-i təsvirlə göstəriblər. 2x-ı baxın mavi rənglə göstəriblər. Müsbət x-la. Mənfi 5x-ı baxın qırmızı rəngli xanalarla göstəriblər. Mənfi x yazıblar, baxın, 5 dənə mənfi x. İndi 2x-ın üstünə mənfi 5x gələndə, fikir verin, baxın, müsbət x, mənfi x. Baxın, onlar əksi işarələrlidir, əksi işarəli toplananlardır. Biz də bilirik ki, yalnız işarəsi ilə fərqlənən toplananların cəmi sıfıra bərabərdir. Yəni, əks işarəli toplananların cəmi sıfıra bərabərdir. Deməli, bax, bu müsbət x-la mənfi x-in cəmi sıfır olur. Bax, buradakı müsbət x-la mənfi x-in cəmi sıfır olur. Qalır, baxın, 3 dənə mənfi x. İndi ox işarəsi ilə, bax, görürsünüz, ox işarəsi ilə göstərilib. 3 dənə baxın mənfi x xanası qalır. Bu da bizə verir mənfi 3x. Üstəgəl 1 də var idi yaxın.
Ona göre cevabımız olur mənfi 3x üstəgəl 1. Fikir verin, bak burada da nəticə olarak yazılıb. 2x üstəgəl mənfi 5x üstəgəl 1 bərabərdir. Mənfi 3x üstəgəl 1. 2x'in üstünə mənfi 5x gələndə siz bilirsiniz ki, müxtəlif işarəli ədədləri toplayanda 2 üstəgəl mənfi 5. Modulu böyük olandan modulu kiçik olan çıxılır, işarəsi isə modulu böyük olan ədədin işarəsi götürülür. Yəni 2-dən 5'i çıxanda olub mənfi 3 və x-i də yazırıq yanında olur mənfi 3x. 1 isə bunlarla oxşar toplanan deyil, ona görə 1 olduğu kimi saxlanılır. Buna deyirlər uşaqlar oxşar toplananların islahı. Davam edək. Bakın burada qeyd də yazılır uşaqlar. Oxşar toplananları toplamaq üçün onların əmsalları toplanılır və alınan nəticə hərfi hissənin qarşısında yazılır. 3x üstəgəl 7x. 3 ilə 7 toplanılır 10. X da, yəni hərfi hissənin yanında qarşı tərəfində, sol tərəfində əmsal olaraq 10 yazılır. Və yaxud 2x üstəgəl mənfi 5x. Dediyimiz kimi 5'dən 2'ni çıxırlar. İşarəsi isə 5'in işarəsi mənfi 3x. Bak bu dersimiz olur oxşar toplananların islahı. İndi gəlin tapşırıqlara baxaq. Birinci tapşırıqda oxşar toplananları tapın. Gəlin oxşar toplananların altından xətt çəkək. Baxın 2x, 5x yalnız əmsalları ilə fərqlənir. Hərfi hissələri eynidir, hər ikisində x-dir. Amma mənfi 4'ün yanında x yoxdur. Ona görə oxşar toplananlar yalnız 2x ilə 5x-dir. Mənfi m hərfi hissələri eynidir. Əmsallar mənfi m-də əmsal mənfi 1'ə bərabərdir. M-də isə əmsal 1'ə bərabərdir. Baxın burada mənfi 2a, 7a oxşar toplananlardır. Mənfi b oxşar toplananlardır. Hərfi hissələri eynidir. Yalnız əmsalları ilə fərqlənir. Burada fərqlənmirlər, fikir verirsiniz, eynidirlər. Qaydada da deyilirdi ki, oxşar toplananlarda əmsallar eyni də ola bilər, fərqli də ola bilər. Baxın 3D, 4D. Baxın, yalnız əmsalları ilə fərqlənir oxşar toplananlarda, amma 3C yox. 3C onlarla oxşar deyil. 5K, 4K oxşar toplananlardır. Mənfi 5N, 7N oxşardır. 2x, 3x, bax görürsünüz. 6M, M oxşar toplananlardır. Mənfi 3N, 2N, baxın bunlar da oxşar toplananlardır. Çünki hərfi hissələr hər ikisində n-dir, dəyişən olan hissəsi, əmsalları isə mənfi 3, 2, yalnız əmsalları ilə fərqlənirlər. Mənfi 2b, baxın, yox, burada mənfi 2b'nin oxşarı yoxdur. Burada oxşar olanlar ancaq a-lardır, fikir verin, 4a, 4a, a, yenə də 4a. Bax, bunlar oxşar toplananlardır, amma 2b bunlarla oxşar deyil. Baxın, yəni bu ifadələrdə dəyişən hissə A-dır, amma 2b də B-dir. Buna görə bunlar oxşar ola bilmir. İkinci tapşırığa baxın uşaqlar. Təsvirdən istifadə etməklə cəmi tapın. Fikir verin, yazılıb ki, mənfi 2x üstəgəl mənfi 3x. Təsvirdən necə istifadə edirik? Baxın, 2 dənə mənfi x burada verilir. Yəni mənfi 2x-i 2 dənə xanayla göstəriblər. Hərəsinin bax bir dənə mənfi x yazıblar. Mənfi 3x-i də 3 dənə mənfi x, baxın 3 dənə xana ilə göstəriblər. Bunlar toplayanda əks işarəli olmur, yəni sıfıra çevrilmirlər. Hamısı toplanılır, yəni bu xanalar hamısı sayılır. Ona görə də bərabər olur. Mənfi 5x, mənfi 5x. Bir bəndənə gəlin baxaq. Bax, burada 2x müsbətdir, amma mənfi 3x-in işarəsi mənfidir. Baxın, müsbəti mavi ilə göstərirlər, 2 dənə müsbət x. Amma mənfi 3x-i qırmızı ilə göstərirlər, 3 dənə mənfi x göstərirlər, görürsünüz. Alt bal toplayanda, baxın, bunlar əks işarəlidir. Əks işarəli ədədlərin cəmi sıfıra bərabərdir. Baxın, bunlar da əks işarəlidir, cəmi sıfıra bərabərdir. Cavabda nə qalır? Bir dənə mənfi x qalır. Ona görə də cavabımız olur mənfi x. C-dən mənfi 4x. Baxın, 4 dənə qırmızı xana ilə mənfi 4 dənə baxın x qoyublar. 6x, 6 dənə baxın müsbət x qoyublar.
alt və alt toplayanda mənfi x, müsbət x sıfıra çevrilir. Mənfi x üstəgəl x əks işarəlidir, sıfıra çevrilir. Bax, görürsünüz, əks işarəlidir, sıfıra çevrilir. Axırda nə qalır? 2 dənə müsbət x qalır. Deməli, cavabımız olur 2x. Davam edək inşallah. Dəyişəni olan ifadələr, tənlik, bərabərsizlik. Baxın, belə bir nümunə var burada. 2n çıxılsın 7n çıxılsın 5n. Baxın, həllinə necə həll edirlər. Bax, fikir verin. N həll üçündə iştirak edir. N həll üçündə iştirak edir. Yəni, ortaq vuruqdur. Ortaq vuruğu mötərizə xaricinə çıxarırlar. Əmsallar mötərizənin içində qalır. 2, mənfi 7, mənfi 5 görürsünüz. 2 çıxılsın 7, çıxılsın 5. 2-dən 7 çıxılır, mənfi 5. Mənfi 5 çıxılsın, mənfi 5. Mənfi 10, eyni də yazır yanında. Ortaq hərfi vuruq mötərizə xaricinə çıxarılır və sadələşdirilir. Açıqlamaya fikir verirsiniz. Yəni, bu tapşırıq bu qayda ilə həll olunacaq. Baxın, 5C çıxılsın 8C. 5C, 5C çıxılsın 8C. Bax, əmsallar mötərizədə yazılır. 5 çıxılsın 8, C də yanında yazılır. Vurulsun C. 5-dən 8-i çıxırır. Mənfi 3, C-ni də yazılır yanında. Mənfi 3C. Mənfi 4x çıxılsın 3x. Əmsallar mənfi 4 çıxılsın 3, vurulsun x. Mənfi 4 çıxılsın 3. Hər ikisində bax belə mənfi işarəsi görsənir, sol tərəfində toplayın, işarəsini mənfi yazın. Mənfi 7x. 6n çıxılsın 14n üstəgəl n. N ortaq vuruqdur, bax görürsünüz, hər üçündə var. N-i mötərizə xaricinə çıxarırıq, qalır əmsalları. 6n-i n-ə böləndə 6, mənfi 14n-i n-ə böləndə mənfi 14. N-i də n-ə böləndə aşağılar, n-i görürsünüz, n-in əmsalı 1-dir. N-i də n-i böləndə cavabı 1 qalır. Vurulsun n. Və hesablayırsınız, 6-dan 14-ü çıxırsınız, mənfi 8, mənfi 8-in də üstünə 1 gəlirsiniz, mənfi 7n. Mənfi 7n. Eyni qayda ilə inşallah 3y çıxılsın 2y çıxılsın 4y. Y ortaq vuruqdur, çıxır mötərizə xaricinə, qalır əmsalları 3y-i, y-ə böləndə qalır 3, 2, 4, vurulsun y. 3-dən 2 çıxırıq 1, 1-dən də 4 çıxırıq, mənfi 3. Mənfi 3 y. Sonra mənfi a üstəgəl 8a çıxılsın 7a. Yenə də a ortaq vuruqdur. A mötərizə xaricinə çıxacaq, qalacaq əmsalları. A-nın əmsalı mənfi 1-dir. Mənfi 1 üstəgəl 8. İşarələr də olduğu kimi saxlanılır. Çıxılsın 7. Vurulsun a. Həqiqətən də mənfi 1-i a-ya vuranda mənfi a eləyir. 8-i a-ya vuranda 8 a eləyir. Mənfi 1-in üstünə 8 gəlirik 7. 7-dən də 7 çıxırıq 0. 0-ı da a-ya vuranda cavabımız olur 0. Sonra 7k üstəgəl 2k üstəgəl 2k. K ortaq vuruqdur. 7 üstəgəl 2 üstəgəl 2 vurulsun k bərabərdir. 7 üstəgəl 2 9, 9 üstəgəl 2 11. 11k. Mənfi x üstəgəl 3 üstəgəl 2x. X-in əmsalı mənfi 1-dir. Mənfi 1 üstəgəl. Burada fikir verək inşallah. Baxın, ortaq vuruqlar, daha doğrusu oxşar toplananlar mənfi x-la 2x-dır. Və biz mənfi x-la 2x-dan x-i mötərizə xaricinə çıxarırıq. Amma 3 bunlara aid deyil, 3 bunlara oxşar deyil. 3-ü axırda yazırıq. Yəni 3-ü hələ ki baxmırıq. X-in əmsalı mənfi 1, burada isə 2x-in əmsalı 2.
və vurulsun x üstə gəl 3 ayrıdır. Üstə gəl 3 bunlara qoşulmur. Mənfi 1-in üstünə 2 gəlirik 1 vurulsun x bizə elə verir x. Üstə gəl 3. Sonra baxaq. Deməli 1 çıxılsın 5. B çıxılsın 5 çıxılsın 3B. Yenə də uşaqlar 5-i hələ ki saxlayırıq. Oxşar toplananlara baxırıq. B-nin əmsalı 1-dir. 1 çıxılsın. Mənfi 3B-nin əmsalı da mənfi 3-dür. Və B də qalır mötərizənin xaricində. Mənfi 5-i də ayrı yazırıq. Bu da bərabərdir. 1-dən 3-ü çıxırıq. Mənfi 2. B-ni də yazırıq yanında. Mənfi 2B çıxılsın 5. Mənfi 2B-dən daha 5-i çıxmaq olur. Belə də saxlanılır. Çünki bunlar oxşar toplanan deyil. 2M çıxılsın 2 çıxılsın 5M üstə gəl M. Baxın uşaqlar, oxşar toplananlar 2M çıxılsın 5M üstə gəl M. Deməli, 2M-in əmsalı 2, mənfi 5M-in əmsalı mənfi 5, M-in də əmsalı 1. Və vurulsun M. M ortaq vuruq kimi mötərizənin xaricindədir. Çıxılsın 2 isə başqadır. Yəni ayrıdır. Oxşar toplanan deyil. Çıxılsın 2. Bərabərdir. 2-dən 5-i çıxırıq. Mənfi 3. Mənfi 3-ün üstünə 1 gəlirik. Mənfi 2. Vurulsun M. Mənfi 2 M. Çıxılsın 2. Bax, belə də saxlanılır uşaqlar. 2M-dən 2-yə çıxmaq olmaz. Hansı qaldı? Axırıncı qalıb. Axırıncıya da baxaq. 8N çıxılsın 2N çıxılsın 10N üstə gəl 5N. Baxın uşaqlar, hamısı N'dir. Fikir verin. Oxşar toplananlardır. Deməli, yenə də əmsalları yazırıq. Ortaq vuruq çıxır mötərizənin xaricinə. 8 çıxılsın 2 çıxılsın 10 üstə gəl 5 ortaq vuruq. Vurulsun M. Bərabərdir. Əmsalları baxın hesablayırıq. 8-dən 2 çıxırıq 6, 6-dan 10 çıxırıq mənfi 4. Mənfi 4-ün də üstünə 5 gəlirik 1. 1 N. 1 yazılmır, amma N-i yazırıq. Davam edirik uşaqlar. Gəlin burada uşaqlar. Diqqət verilir. Baxaq görək burada. Görək nə yazılıb burada. Baxın. Verilmiş ifadədə bir neçə qrup oxşar toplanan ola bilər. Məsələn, 3A üstə gəl B çıxılsın 2A çıxılsın 2B. Fikir versiniz. Bayaqdan həll edildiyimiz tapşırıqlarda eyni qrup, yəni toplananlar idi, oxşar toplananlar idi. Yalnız A'lar idi, yalnız B'lər idi. Amma burada həm A var, fikir verin, həm A'lar var, həm B'lər var. Belə ifadələrdə 3A ilə mənfi 2A oxşar toplanan sayılır. Eləcə də B ilə mənfi 2B oxşar toplananlardır. Yəni burada iki qrup oxşar toplanan var. Bunların təsvirlə də, baxın təsvirlə də göstəriblər. 3A üstə gəl B. 3A üstə gəl B. 3 dənə müsbət A-nı mavi xanayla göstəriblər. Üstə gəl B. B-nin yaşıqla göstəriblər. Çıxılsın 2A, mənfi A-ları qırmızı ilə göstəriblər, görürsünüz. Çıxılsın 2B, mənfi B-ləri də narıncı ilə göstəriblər. Yenə də bir-birinin altında toplayanda əks işarəli ədədlər sıfıra çevrilir. Müsbət A, mənfi A sıfıra çevrilir. Bir dənə müsbət A xana görürsünüz, boş qalır. B-lər, müsbət B ilə mənfi B toplayanda əks ədədlər də sıfıra çevrilir. Bir dənə mənfi B qalır. Deməli, cavabı nəyə bərabər olur burada? Bax, bir dənə müsbət A-mız qalmışdı. A, B-dən də 2B-nin çıxanda bir dənə mənfi B-miz qalmışdı. A çıxılsın B. Bax, cavabımız burada belə olur. Burada da göstərir, görürsünüz. Müsbət A çıxılsın B, yəni A çıxılsın B. Bax, burada da həmin ifadəni yazın.
Toplama və vurmanın xassələrindən istifadə edib ortaq hərfi vurğu mötərizə xaricini çıxarmaqla oxşar toplananları islah etmək olar. Yəni bayaqdan həll elədiyimiz tapşırıqlarda olduğu kimi 5x-la -3x-in altından xətt çəkiblər. Görürsünüz, oxşar toplananlardır. Və x-i mötərizə xaricinə çıxardıblar. Əmsalların yazıblar mötərizənin içində 5 çıxılsın 3. Sonra 2 və -8. Baxın, sabit ədədlər, sərbəst hədlər. 2 çıxılsın 8. Bax, onları da yazıblar, burada görürsünüz. Deməli, 5-dən 3-ü çıxıblar 2, vurublar x-a 2x və 2-dən də 8-i çıxıblar -6. Baxın, yazıblar 2x çıxılsın 6. 4a çıxılsın 2a. Baxın, oxşar hədlərdir. Görürsünüz, hərəsinin altından bir dənə xətt çəkiblər. Çünki bunlar oxşar toplananlardır. 4 çıxılsın 2 əmsalları görürsünüz çıxılır. 4-dən 2 çıxılır. Bax, görürsünüz. A da yazılır mötərizənin yanında. Sonra ikinci qrup oxşar toplananlar B-lərdir. Baxın, 2 dənə xətt çəkiblər. 3B, 5B, hər ikisi müsbətdir. Əmsalları bax, yazılıb mötərizənin içində. Hər ikisi müsbət olduğu üçün mötərizənin də qarşısına müsbət qoyublar. Əmsallar da ikisi də müsbətdir. 3 + 5, B-ni də yazıblar mötərizənin kənarında. Yəni B-ni ortaq vurğu olduğu üçün mötərizənin xaricinə çıxarıblar. 4 çıxılsın 2 bizə 2 verir. Olur 2A. 3 + 5, 8 verir. Arasında da üstəgəlmək var. Olur + 8B. Bax, belə bir ifadə alınır. Və fikir verirsiniz, burada yazıblar, o toplananları altından eyni sayda xətt çəkməklə qeyd edirlər. Yəni bir-birindən ayırt etmək üçün, yəni bu ifadədə oxşar toplananlar hansılardır? Ona görə oxşar toplanan altından xətt çəkirlər, eyni sayda xətt çəkirlər. 4A-dan 2A oxşar toplananda hərəsindən bir dənə xətt çəkmişdilər. 3B ilə 5B oxşar toplananda hərəsindən 2 dənə xətt çəkiblər ki, yəni siz rahat tapşırığı həll edə biləsiniz, yəni qarışdırmayasınız, bax ondan ötürü. İndi gəlin baxaq 4-cü tapşırığa. 4-cü tapşırıqda oxşar toplananları islah edin. Bax, dediyimiz qaydada bizə oxşar toplananları islah edəcəyik. Birincisində 8C 8C çıxılsın 3 üstəgəl 6C çıxılsın 3. Oxşar toplananlar hansılardır? Baxın, C ilə olanlara 8C üstəgəl 6C. Sonra -3, -3, -3 bərabərdir 8C üstəgəl 6C. Əmsallarını toplayırıq. 8 üstəgəl 6 bizə verir 14, 14C, 14C. -3, -3. Hər ikisinin sol tərəfindəki işarəyə baxırıq. -3, -3. Bu da bizə verir -6. Yəni -3 çıxılsın 3, bu da bizə verir -6. 1 üstəgəl B çıxılsın 2 üstəgəl 3B. Gəlin baxaq, oxşar toplananlar hansıdır? Baxın, B üstəgəl 3B. Baxın, B ilə 3B oxşar toplananlardır. 1, -2. Bax, bunlar da oxşar toplananlardır. Əvvəl B-lərdən başlayaq, baxın. B-nin əmsalı 1-dir. 1B. 1 yazılmır. Üstəgəl 3B. Siz oxşar toplananları islah edəndə oxşar toplananların yalnız öz işarəsinə baxırsınız. Yəni sol tərəfindəki işarəyə baxırsınız. Sağ tərəfindəki işarəyə baxmırsınız. Sol tərəfindəki işarədə nədirsə, həmin işarə ilə gedəcəksiniz. Müsbət B üstəgəl 3B. Yəni hər ikisinin solunda olan işarə. 1B üstəgəl 3B. Əmsallar toplanılır. 1 üstəgəl 3. Bu da bizə verəcək 4B. Sonra sərbəst hədlər, sabit ədədlər 1 və -2. 1 çıxılsın 2. Bu da bizə verir -1. 4x çıxılsın 9x üstəgəl y üstəgəl 3y. Oxşar toplananlar hansılardır? X-la olanlar baxın. 4x çıxılsın 9x. Sonra y-lə olanlar y, 3y. İndi fikir verin, əmsalları çıxırıq. 4-dən 9-u çıxırıq. -5 x, y üstəgəl 3y. Əmsallar toplanılır. Y-in əmsalı 1-dir. 1 üstəgəl 3, 4.
olur üstəgəl 4 y. Əmsallar müsbət 7, müsbət 1, müsbət 3. Ona görə də müsbət 4 yazılır. Sonra nasıl yazdık? Bax, bu 6m olan qalır. Yazırıq. 6m çıxılsın 4n üstəgəl 4n çıxılsın 7m. Baxın uşaqlar, burada əks işarəli toplananlar var. Əks işarəli toplananlar. Mənfi 4n, müsbət 4n. Biz demişdik axı, əks işarəli ədədlərin cəmi sıfıra bərabərdir. Birbaşa üstündən xətt çəkin. Qalır burada 6n və mənfi 7n. 6n müsbətdir, 7n bax qarşısında mənfi var. Yəni bu deməkdir 6 çıxılsın 7. 6 çıxılsın 7. Yəni belə baxırsınız. Bu da bizə verir mənfi 1. 1 yazılmır, amma mənfi işarəsi yazılır. Mənfi n. Bax, cavab belə yazılır. Sonra buna baxırıq. N çıxılsın 2n çıxılsın 5n üstəgəl 2n. Gəlin baxaq. Oxşar ədədlər hansılardır? Oxşar toplananlar. N çıxılsın 2n oxşar toplananlardır. Mənfi 5n və müsbət 2n. Cavabları nə olacaq? N'in əmsalı 1'dir. 1 çıxılsın 2. Mənfi 1 verir. 1'i yazmırıq, amma N'ni yazırıq. Mənfi n. Mənfi 5, ancaq sol tərəfindəki işarələrə baxırsınız. Mənfi 5, üstəgəl 2. Mənfi 5 üstəgəl 2, mənfi 3 verir. Mənfi 3, n. Belə də saxlanılır. Birində n, birində n. Tabi onları toplayıb çıxmaq olmaz. Belə də qalır. Deməli, 4x çıxılsın 6y üstəgəl 6x üstəgəl 2y. Baxın, oxşar toplananlar hansılardır? X olanlara baxın. Müsbət 4x, müsbət 6x. Mənfi 6y, müsbət 2y. Cavabımız, əvvəl x olanlara baxırıq. 4 müsbətdir əmsalı, 6 da müsbətdir. Deməli 4 üstəgəl 6, bu da bizə verəcək 10x. 10x. Y-lərə baxın. Mənfi 6, müsbət 2. Mənfi 6 üstəgəl 2, bu da bizə verir mənfi 4. Y. Y-i də yazırsınız yanında. Mənfi 4 y. 7'si çıxılsın 10 D çıxılsın 2'si üstəgəl 2D çıxılsın 1. Gəlin baxaq, oxşar toplananlar hansılardır? 7'si, mənfi 2'si oxşardır. Mənfi 10D, müsbət 2D oxşardır. 1 isə burada sərbəst həddir, yəni oxşarı yoxdur. Sonda onu da yazacaq. Gəlin baxaq, 7'si çıxılsın 2'si bizə verir 5'si. 5'si. Mənfi 10 D. Baxın, mənfi işarəsində unutmuruq. Mənfi 10 D üstəgəl 2D. Deməli, mənfi 10 üstəgəl 2 bizə verir mənfi 8 D. Bax, burada 1 də var, mənfi 1. Bunu da unutmuruq. Çıxılsın 1. Belə də qalır cavabımız. Sonuncu. 2'si çıxılsın D, çıxılsın D, çıxılsın C, üstəgəl 5'si, üstəgəl 4. Gəlin baxaq. Oxşar toplananlar hansılardır? C ilə olanlar. 2'si çıxılsın C, üstəgəl 5'si. Fikir verin. Mənfi D, mənfi D. Baxın, bunlar da oxşar toplananlardır. Əvvəl C-lərdən başlayaq. 2C'nin əmsalı müsbət 2. Mənfi C-nin əmsalı mənfi 1. Deməli, 2'dən 1'i çıxırıq. Yazıram burada. 2 çıxılsın 1. Üstəgəl 5. Bunu hesab verirsiniz. 2 çıxılsın 1, 1. 1'in də üstünə 5 gəlirik, 6. C-ni də yazırıq yanında, 6C. D-lərə gəlin baxaq. Bax, mənfi işarəsi iləndir. Mənfi 1, mənfi 1. Yəni, mənfi 1 çıxılsın 1.
Hər ikisinin sol tərəfində mənfi işarəsi görəndə toplayırıq. Toplayırıq və işarəsi mənfi yazırıq. Mənfi 2. Mənfi 2D. Mənfi 2D. Nə qaldı? Təkcə 4 qalıb. Üstəgəl 4. Cavabımız olur 6C çıxılsın 2D, üstəgəl 4. Davam edirik uşaqlar. İndi də 5-ci tapşırığa baxaq. Boş xanaya elə ədəd tapın ki, bərabərlik dəyişənin istənilən qiymətində doğru olsun. Diqqətlə fikir verək tapşırığa. Deməli, bax burada nə görürük? Birinci boş xana yazıb, üstəgəl 3n, üstəgəl 9n bərabərdir 8n. İndi gəlin fikirləşək. 3n'in üstünə 9n gəlirik. 3n üstəgəl 9n. Bizə verir 12n. İndi fikir verin, cavabda nə yazıb? Cavabda yazıb 8n. Deməli, boş xanada hansısa bir əmsal var. Yəni, elə bir ədəd yazırıq ki, üstünə 12n gələndə cavab 8n olsun. Fikir verin, üstünə 12n gələndə cavab 8n olur, cavab azalır. Deməli, boş xanadakı ədədin işarəsi mənfidir. Həmin o boş xanadakı ədədi tapmaq üçün uşaqlar siz 8n-dən 12n-i çıxa bilərsiniz. 8-dən də 12 çıxanda bizə verir mənfi 4. Mənfi 4n. Deməli, boş xananın içində mənfi 4 yazılmalıdır. Mənfi 4, n üstəgəl 3n. Həqiqətən də mənfi 4-in üstünə 3n gələndə mənfi n-in də üstünə 9n gələndə bizə verir 8n. İndi ikincisinə gəlin baxaq. Deməli, əvvəl boş xana qalsın hələ. Mənfi 2x üstəgəl x. Bu bizə nə verir? Mənfi 2x üstəgəl x. Bu bizə verir ki, mənfi 2 üstəgəl 1. Əmsallarına fikir verin. Mənfi 2 üstəgəl 1. Bu da mənfi 1-ə bərabərdir. 2-dən 1-i çıxırıq, işarə mənfi. Mənfi 1 x. 1 yazılır. Mənfi x. Mənfi x-in də qarşısında elə bir oxşar toplananı var ki, cavab olub mənfi 5x. Mənfi 5x. İndi fikir verin. Mənfi x-in qarşısında biz nə yazaq ki, cavab mənfi 5x olsun. Həmin ədədi tapmaq üçün biz mənfi 5x-dan mənfi x-i çıxa bilərik. Yəni, mənfi 5x çıxılsın. Bax, bu aldığımız ədəd. Mənfi x. Bu da bərabərdir. 2 mənfi yan-yana olanda toplama olur. Yəni, mənfilər sayıcı sayda olanda müsbətə çevrilir. Mənfi 5x üstəgəl x, bu da bizə verir mənfi 4x. Deməli, xanada mənfi 4 var imiş. Mənfi 4. Mənfi 4x çıxılsın 2x, mənfi 6x. Mənfi 6x-in də üstünə x gələndə mənfi 5x. Deməli, xanada mənfi 4 var imiş. Əgər bu üsulla siz çətinlik çəkirsinizsə, bax, bu cür tapmağa, onda özünüz seçmə yolu ilə şifahi tapa bilərsiniz. Davam edək. C-yə gəlin baxaq. M çıxılsın 4-in, çıxılsın M bərabərdir. Bu daha asandır. Əmsallarına fikir verin. M-in əmsalı nədir? 1. Mənfi 4-ün əmsalı çıxılsın 4. Mənfi M-in əmsalı çıxılsın 1. 1-dən 4-ü çıxırıq. Mənfi 3. Mənfi 3-dən də 1-i çıxırıq. Mənfi 4 M. Deməli, burada da mənfi 4 imiş. Baxırıq D variantına. D-yə baxaq. C üstəgəl 5C. C üstəgəl 5C bərabərdir 6C. 6C-dən də nə isə çıxıblar, cavab qalıb mənfisi. Bir fikir verin. Deməli, 6C-dən özündən böyük ədədi çıxıblar. 6C-dən nəyi çıxardıq ki, cavab mənfisi qalsın? 6C çıxılsın 7C bərabər olar mənfisi ilə.
Deməli, xananın içində mənfi 7 var imiş. Daha doğrusu müsbət 7 var imiş. Çıxma işarəsi qarşısındadır. Müsbət 7. Deməli, S üstəgəl 5-si, 6-sı, 6-sı çıxılsın 7-si bərabərdir mənfisi. Deməli, burada müsbət 7-dir. Keçirik Y variantına. Baxın, burada iki qrup oxşar toplanan var. İkisi Y-ləndir, ikisi isə T-ləndir. Y-lər toplayıblar 4 Y alınıb. Şimdi baxın, xananın içindəki ədəd nədirsə, üstünə 6 gəliblər, olub 4. Deməli, xananın içində mənfi ədəddir. Yəni 6 azalır. 6-dan neçə çıxanda 4 eləyir. 6-dan 2 çıxanda 4 eləyir. Deməli, burada mənfi 2 var imiş. Mənfi 2. Mənfi 2'nin üstüne 6 gələndə 4 Y gedir. Sonra T'lərə baxın. 9T üstəgəl T, T 1T deməkdir. 9'un üstüne 1 gələndə 10. Baxın 10 T'ni yazıblar bura. Sonra F bəndində yenə də 2 qrup toplanan var. N çıxılsın 7N. Bax, boş xananın içine görə nə yazmalıyıq? N 1N deməkdir. 1 çıxılsın 7. Birdən də 7 çıxanda bizə mənfi 6 verir. Olur mənfi 6N. Deməli, bax, burada xananın içində mənfi 6 var imiş. İndi M'lərə baxın. Cavabımız 9M'dir. Cavab 9M'dir. İndi baxın, bu M'də əmsal 1'dir. 1'in üstüne neçə gəlsə 9M olar. Deməli, xananın içində 8 var imiş. 8M üstəgəl M bizə verir 9M. Keçək 6-cı tapşırığa. Şərh oxuyaq. Sadələşdirin və dəyişənlərin verilmiş qiymətində ifadənin qiymətini hesablayın. Deməli, uşaqlar, biz əvvəlcə ifadənin özünü sadələşdirməliyik və ifadəni sadələşdirəndən sonra dəyişənin verilmiş qiymətində, məsələn, x bərabərdir mənfi 17-ni yerinə qoyub yazmalıyıq. Yəni, baxın, 3x, bax, A bəndi. 3x çıxılsın 23 x. Üç x çıxılsın 23 x. Bax, uşaqlar, siz mötərizənin içində də yaza bilərsiniz hər dəfə. Və yaxud birbaşa yaza bilərsiniz. İndi hələlik ki, yeni öyrənirsiniz də. Əgər tam başa düşmürsinüzsə, hələlik mötərizənin içində yazılan əmsalları. Yəni, sonraları birbaşa cavabını yazarsınız. 3 çıxılsın 23. Kiçik ədəddən böyük ədədi çıxır. Ona görə cavabımız bizim mənfi olur. Yenə də hesablayanda 23'dən 3'ü çıxan olur mənfi 20x da qoyuruq yanına. Olur mənfi 20x. Biz ifadəni sadələşdirdik. Və sonra fikir verin, qiymətində ifadənin qiymətini hesablayın. Yəni, dəyişənlərin verilmiş qiymətində ifadənin qiymətini hesablayın. Dəyişənin qiyməti də, baxın, burada x bərabərdir, mənfi 17'dir. Axırda yazırıq ki, mənfi 20 vurulsun mənfi 17. Mənfi 20 vurulsun mənfi 17. Mənfini mənfiyə vuranda, iki mənfi ədədi bir-birinə vuranda işarəsi müsbət olur. Deməli, hasildə işarəmiz müsbətdir. 20'ni 17'ye vurursunuz. Əvvəlcə 17'ni 2'ye vurun. 17'ni 2'ye vuranda olur 34. Və 0'ı da gətirib 34'ün yanına yazırsınız. Cevabımız olur 340. Bu A bəndi. İlk keçirik bir bəndinə. Deməli, 6A çıxılsın 8A çıxılsın 8A. Yenə də uşaqlar, əmsallara fikir verin. 6, 8, 8. Əvvəlcə diqqətlə ifadəyə fikir verin. Yəni, oxşar toplanandırmı, yoxsa yox? Hamısında A-dır, görürsünüz. Hamısında A-dır. Deməli, oxşar toplananlardır. Əmsallarımız 6, çıxılsın 8, çıxılsın 8. Və hərfi də yazırıq yanında. 6'dan 8 çıxırıq. Kiçik ədəddən böyük ədədi çıxırıq. Mənfi 2. Baxın, mənfi 2
Axırda bir dənə də çıxılsın 8 var. Belə olanda uşaqlar hər ikisinin sol tərəfində belə bax çıxma görəndə, mənfi işarəsi görəndə siz toplayın. Toplayın, amma işarəni mənfi yazın. Olur mənfi 10. Deməli, mənfi 10 A. Və axırda A-nın qiymətini gətirib yerinə yazırıq. Mənfi 10 vurulsun. Baxın, burada vurma var, amma yazılmır. Mənfi 10 vurulsun 13. Mənfi 10 vurulsun 13. Müxtəlif işarəli ədədləri vuranda işarəmiz mənfi olur. Biri mənfidir, biri müsbətdir. Vuranda işarə mənfi olur. 13'ü də 10'a vuranda 13'ü yazırsınız. 0'ı gətirib qoyursunuz 13'ün yanına. Olur mənfi 130. Bu da oldu B bəndi. İlk keçirik C bəndinə. Mənfi 3y, mənfi 3y, çıxılsın 6y, üstə gəl 3y. İfadəyə diqqətlə fikir verək uşaqlar. Burada əks işarəli ədədləri görürük. Baxın, əks işarəli ifadələri. Mənfi 3y, müsbət 3y. Mənfi 3'ün üstünə, mənfi 3'ün üstünə müsbət 3'ü gələndə 0'a bərabərdir. Əks ədədlərin cəmi 0'dır. Buna görə belə olanda elə üstünə xətt çəkin geçsin. Yerdə qalır mənfi 6y. Və sonda gətirib y-in qiyməti yerinə yazırıq. Mənfi 6 vurulsun 15. Mənfi ədədi müsbət ədədə vuranda işarəmiz mənfi. 15'i də 6'ya vuranda şifahi 10'u vurun 6'ya 60, 5'i də vurun 6'ya 30, 60'ın da üstüne 30 gəlin, cavab olsun 90. Deməli, burada da cavabımız oldu mənfi 90. İndi keçirik D bəndinə. 13x üstə gəl 8x üstə gəl 7y çıxılsın 20x. Diqqətlə fikir verin burada oxşar toplananlara. Burada iki qrup oxşar toplananlar. Həm x-ları iştirak edir, həm y-ləri iştirak edir. X-lara fikir verək. 13x üstə gəl 8x çıxılsın 20x. Baxın, y burada tək qalır. Yəni bu y-in oxşarı yoxdur. Yəni ayrı saxlayırıq 7y-i. 7y-i yəni bunlarla qarışdırmırıq. İndi x-lara fikir verin əmsallarına. 13 müsbətdir, 8 də müsbətdir. 13'ün üstünə 8 gəlirsiniz. 13 üstə gəl 8. 20x'ın işarəsinə baxın, qarşısında çıxma var. Çıxılsın 20. Bu da bərabərdir. 13'ün üstünə 8 gəldiniz 21. 21'dən də 20'ə çıxırız 1. X'ı da yazırıq yanında, amma 1 yazılmır. 1x. Buna görə də cavabımız olur x. Axı burada 7y də var idi. 7y də. Bunu da yaddan çıxarmırıq. Qarşısında da üstə gəlmək var. Yazırıq üstə gəl 7y. Da x-la y-i toplamaq olmasın. Belə də saxlanılır. Axırda nə edirik? Axırda bizə burada qiymətlər verilir. X-in və y-in qiyməti. Getiririk, baxın ifadədə yerinə yazırıq. X-in yerinə 17 yazırıq, y-in yerinə 3 yazırıq. Yəni 17 üstə gəl 7 vurulsun y. Y-də 3'dür. Vurulsun 3. 7y 7 vurulsun y deməkdir. Bərabərdir. 17 üstə gəl 21. 7'nin üstə vurulur 21. Gəlir 17'nin üstünə. Bu da bize verir 38. Beləliklə uşaqlar 35-ci səhifəni axıra qədər izah etdim. Gələn dəfəki videolarda qalan səhifələri də izah etməyə çalışacağım. Siz əgər izahları bəyənirsinizsə kanala abunə olun, videoları bəyənin və şərh yazmağı unutmayın. Hələlik salamat qalın, yenidən görüşənə qədər.